Salam, hər birinizi xoş gördük. Bugünkü mövzumuz dözümlük hərəkət qabiliyyəti. Dözümlük hərəkət qabiliyyətin bir neçə formada tərifləri düşə bilər. İlk öncə təriflərə nəzər salaq. Burada soruşacağız ki, hər hansı hərəkət fəaliyyət zamanı yorulmaya qarşı dayanma bacarığı dözümlük hərəkət qabiliyyətidir və yaxud belə də düşə bilər. İcra səmərəliliyini azaltmadan müxtəlif intensivlik fiziki yükün uzun müddətdə yerinə yetirilməsi qabiliyyətidir. Bu formada düşə bilər ki, hansı hərəkət qabiliyyətdir ki, daha çox yorulmaya qarşı dayanma xüsusiyyətidir. Bunu da götürəcəyik biz dözümlük hərəkət qabiliyyəti. Və yaxud dözümlük hərəkət qabiliyyətin komponentini soruşularsa 2-dir. Ümumi dözümlük, surət dözümlüyü, təzahür forması da soruşsa 2 formadadır. Ümumi və xüsusi dözümlük. Gələk ilk öncə ümumi dözümlüyə. Ümumi dözümlüyü deyir ki, insanın əzələ sisteminin iştirakı ilə nisbətən aşağı intensivlikdə fiziki yükün davamlı icrası zamanı təzahür edilən qabiliyyət ümumi dözümlüdür. Biz ümumi dözümlüyümüzü inkişaf elətdirməkdən ötürü belə deyək, cross qaçışları, dərəli təpəli yerlərdə qaçışlar, uzun müddətli qaçışlar, velosiped sürməkdir, üzgüçülükdür, ümumi dözümlüyü inkişaf elətdirəcək. Ümumi dözümlüyün müəllimlərin işə qəbuluna 2025-də belə sual düşmüşdü ki, insanın ürək damar tənəffüs sisteminin funksional vəziyyətindən asılı olan olacaq idi. Doğru variant orada ümumi dözümlük. Düzdür, orada xüsusi dözümlüyü də vermişdi və yaxud xüsusi çevikliyi də vermişdi. Bizdə doğru olan variant nə istəyirdi? Ümumi dözümlük. Ümumi dözümlükdə insanın ürək damar tənəffüs sisteminin funksional vəziyyətindən asılıdır. Və yaxud belə də düşə bilər, insanın əzələ sisteminin iştirakı ilə nisbətən aşağı intensivlə fiziki yük davamlı icrası zamanı təzahür edilən qabiliyyət olacaqdır. Xüsusi dözümlüyə gələk. Xüsusi dözümlükdə isə bizdən soruşur tərif olaraq. Hər hansı idman növündə hərəkətlərin yarış şəraitlərinin tələblərinə uyğun maksimal icra tempdə rejimdə icrasını özündə göstərən qabiliyyət olacaqdır. Maksimal icra tempdə. Burada hər hansı idman növündə deyir. Amma biz çeviklikdə dedik ki, hər hansı ixtisas sahəsində soruşsa, biz götürəcək onu xüsusi çeviklik. Hər hansı idman növündə soruşarsa, götürəcək xüsusi dözümlük. Maksimal icra tempdə rejimdə icra zamanı özünü göstərən qabiliyyətdir. Amma ümumi dözümlükdə nə deyirdi? Nisbətən aşağı intensiv fiziki yükün davamlı uzun müddət icrası. Burada isə maksimal icra tempdə rejimdə icrasını özündə göstərən qabiliyyət olacaqdır. Burada belə deyək, xüsusi dözümlük hər hansı idman növündə, məsələn, sürətli qaçmaq üçün sürət dözümlüyü olmalıdır. Yəni sprinterin sürət dözümlüyü olmalıdır. Tullanmada sürət güc dözümlüyü olmalıdır. Ağırlıq qaldırmada qüvvə dözümlüyü olmalıdır. Sonra burada var, futbolda çeviklik dözümlüyü lazımdır. Gimnastikada əyilgənlik dözümlüyü lazım olacaqdır. Yəni bunlar göstərilir. Və burada xüsusi dözümlüyün növləri var. Hansıdır onlar? Koordinasiya, dinamik dözümlük, statik dözümlük. Koordinasiya dözümlüyü deyir ki, çətin texniki hərəkətləri dəfələrlə təkrarlanmasıdır. Məsələn, elə bir hərəkətlər var ki, çətin texniki hərəkətlərdir. Onları biz bir neçə dəfə təkrarlayacaq. Deyək, gimnastika üzərində hərəkətlər var, çətin texniki hərəkətlərdir. Bunları biz bir neçə dəfə yaxşı bilməkdən ötürü, öyrənməkdən ötürü təkrarlayırıq. Bu olacaq xüsusi dözümlüyün çətin koordinasiya dözümlüyü, çətin texniki hərəkətləri dəfələrlə təkrarlayırıq. Dinamik dözümlük. Dinamik dözümlüyü biz əyilgənlikdə də dedik, çeviklikdə də var idi. Əyilgənlikdə necə deyirdi? Deyir ki, əyilgənliyə aid hər hansı bir hərəkəti hərəkətdə olan zaman icra edirik. Və yaxud əyilgənlikdə necə deyirdi? Deyir statiki. Deyir ki, hərəkət eləyirik əyilgənliyə aid. Dayanmış vəziyyətdə 6-10 saniyə ərzində yerinə yetiriksə statik olurdu. Çeviklik olsun, çevikliyə aid hərəkətdə olan zaman o hərəkəti icra ediriksə, bu olur dinamik. Dayanmış vəziyyətdə icra ediriksə, bu olurdu statik. Burada da belədir ki, məsələn, dinamik dözümlük. Hərəkətdə olan zaman dözümlüyə aid hər hansı bir hərəkət eləyirik. Məsələn, burada misal göstərmək olar ki, ağır atletik ştangı qaldırdıqda ağırlığın döşəmədən, sonra isə sinədən yuxarı qaldırılmalıdır. Bu zaman o hərəkəti icra etmək üçün hərəkəti icra edir. Hərəkəti icra etmək üçün qüvvəni düzgün bölüşdürməlidir. Bu da nə olacaq? Dinamik dözümlük.
qüvvə dözümlüyü. Sonra var burada statik dözümlüyü. Əzələ gərginliyi uzun müddət eyni vəziyyətdə saxlanılmasıdır. Məsələn, biz əyilgənlikdə deyirdik 6-10 saniyə saxlayır. Məsələn, körpü vəziyyətinə getdə 6-10 saniyə saxladı. Bu olurdu əyilgənlikdə statik fəal özü gedib dayanır və yaxud kiminsə köməkliyi isə gedir 6-10 saniyədə dayanır, statik qeyri-fəal olacaq. Burada isə neyinir? Əzələ gərginliyini uzun müddət, biz deyirik ki, uzun müddət varsa, olur bu dözümlülük qabiliyyətinin statik dözümlülüyü. Məsələn, burada deyir ki, güllə atışı icra etmək üçün, yəni hədəfi dəqiq vurmaq üçün uzun müddət hərəkətsiz vəziyyətdə dayanmalıdır ki, həmin hədəfi dəqiq vursun. Bəziləri hədəfi dəqiq götürməkdən ötürü güllə atışı, vurmaqdan ötürü güllə atışı çevki götürür. Amma xeyr, orta məktəb kitabında da öz əksini tapır ki, güllə atıcılığı inkişaf elətdirir, dözümlülük qabiliyyəti, özdə statik dözümlülüyü. Sonra və yaxud xüsusi dözümlülüyün tərifi belə də bizə düşə bilər qəbulda. Hərəki fəaliyyətin xüsusiyyətinə müvafiq təzahür edilən dözümlülük növüdür. Yəni, başqa sözlə desək, konkret fiziki yükə, baxın, konkret fiziki yükə davamlı, uzun müddət tab gətirmək qabiliyyəti olacaq xüsusi dözümlülük. Sonra, xüsusi dözümlülüyün hərəki qabiliyyətlərə görə növləri var. Var orada surət dözümlülüyü. Surət dözümlülükdə deyir ki, davamlı yorulmadan, texnikanı pozmadan hərəkətlərin surətli icrası. Bu olacaq surət dözümlülüyü. Surət gücdə isə davamlı yorulmadan qüvvə tələb edən hərəkətlərin surətli icrası. Düzdür, burada qüvvə sözü var deyə gedib qüvvə dözümlülüyü götürməyək. Qüvvə dözümlülüyündə də düzdür qüvvə sözü var, amma orada fərqli deyil. Demək, surət gücdə necə oldu? Davamlı yorulmadan qüvvə tələb edən hərəkətlərin surətli icrası. Koordinasiya dözümlülüyü isə davamlı yorulmadan texniki və ya taktiki hərəkətlərin surətli icrası. Yəni, davamlı yorulmadan mürəkkəb texniki və taktiki hərəkətlərin surətli icrası isə olacaq koordinasiya dözümlülüyü. Qüvvə dözümlülüyündə isə deyirik, davamlı yorulmadan və texniki dəyişiklik etmədən qüvvə tələb edən hərəkətlərin icrası. Orada texniki dəyişiklik etmədən qüvvə tələb edən hərəkətlərin icrasını soruşursa, götürəcəyik biz bunu qüvvə dözümlülüyü. Və burada deyir ki, çox mərhələli estafet qaçışlar, enişli yoxuşlu komandalar arası cross qaçışlarımız olsun, süni və təbii maneələri dəf etməklə qaçışlar, uzun mərhələli estafet qaçışları. Uzun mərhələli, çox mərhələli estafet qaçışlarımız budur. 4 vurulsun 800 və yaxud 4 vurulsun 1500. 4 idmançıda hər biri 800 metr qaçır. Ümumiyyətlə 800 metr üzü yuxarı qaçışlarımız varsa 800, 1500, 3000 və daha çox qaçışlarımız varsa, soruşsa hansı hərəkət qabiliyyəti inkişaf elətdirir? Dözümlü hərəkət qabiliyyəti. Burada da 4 idmançıda hər biri 800 metr qaçırsa, hansı hərəkət qabiliyyəti inkişaf elətdirəcək? Dözümlü qabiliyyəti. Və yaxud 4 vurulsun 1500. 4 vurulsun 1500. Bir idmançı 1500 qaçır. 1500 metr məsafəyə də qaçışlarımız hansı hərəkət qabiliyyəti inkişaf elətdirir? Dözümlü qabiliyyəti. Yox, əgər bizdə estafet qaçışı 4 vurulsun 400 soruşarsa, bu isə qısa məsafəyə estafet qaçışlarımız olacaq. Burada necədir? 4 idmançıda hər biri 400 metr qaçır. 400 metrə qaçışlarımız da surət qabiliyyəti inkişaf elətdirir, dözümlü qabiliyyətin xeyr. Sonra dözümlü qabiliyyətini təzahürə aşağıdakı amillər şərtləndirir. Bunlar hansıdır? Orqanizm aerob imkanları. Aerob imkanı dedik ki, oksigenli uzun müddətli işə tab gətirirsə aerob imkanlardır. Bu aerob imkanları idmançının yaşı olur. Ümumi dözümlü deyəndə təzahür formasıdır. Təzahür forması. Aerob imkanları uzun müddət yerinə yetirilməsidir. Hərəkətin oksigen. Oksigen varsa, oksigen sərfini, həcmini, idmançının enerji ehtiyatı bu da olacaq. Dözümlü hərəkət qabiliyyəti inkişaf elətdirmə amili, texniki ustalıq, yalnız inkişaf elətdirmə amillərdə hərəkət qabiliyyətlərin bu dözümlü hərəkət qabiliyyətindədir. Sonra səmərəli amillərin anaerob mübadilə həddidir, idmançının güc və surət imkanları, bunu bəziləri surət və surət güclə qarışdırır. Xeyr, idmançının güc və surət imkanlarda
dözümlükdə olacaqdır. Əzələ işini yerinə yetirərkən yenə burada deyir, yorulma zamanı fizioloji funksionallığın dayanıqlığı olsun, bərpa proseslərinin surəti, surət sözü varsa, bunu da surət hərəkət qabiliyyəti götürməyək. Bərpa proseslərinin surəti varsa, bu da dözümlü hərəkət qabiliyyəti inkişaf elətdirmə amili olacaqdır. Şagirdin ağciyər həyat tutumu olsun, əzələ liflərinin xüsusiyyəti, qırmızı əzələ lifləri dözümlü, ağ əzələ lifləri isə surətli, lakin dözümsüz hesab edilir. İnkişaf etdirmə amilidir dözümlü hərəkət qabiliyyətin. Hərəkətin məsafənin qət etmə yaratdığı oksigen. Oksigen varsa yenə dözümlüdür. Oksigen tələbatı orqanizmin enerji imkanları. Yəni oksigen belə biz açar sözü kimi yadda saxlaya bilərik. Orqanizm qüvvə və sürət imkanlarından, yorulma zamanı, yenə yorulma bizim olacaq açar sözümüz. Yorulma zamanı əzələ işini davam etdirən orqanizm fizioloji funksiyonlarının dayanıqlığı. Sonra dözümlü hərəkət qabiliyyətinin burada da yazmışam inkişaf elətdirilməsi. İnkişaf elətdirilmə əsasən müxtəlif hərəkəti, yerişdir, qaçışdır, cross qaçışlardır, velo idmandır, üzgüçülükdür, avar çəkmədir və yaxud futbol, tenis, handbol, badminton aerob rejimdə biz inkişaf elətdiririksə, aerob rejimdə uzun müddət olacaq dözümlü hərəkət qabiliyyəti. Amma bizə yalnız sual düşsə futbol, voleybol, handbol hansı hərəkət qabiliyyəti inkişaf elətdirir? Biz bunu götürəcəyik çeviklik qabiliyyəti. Aerob rejimdə inkişaf elətdirilməsini soruşarsa, biz bunu götürməliyik dözümlü hərəkət qabiliyyəti. Sonra əlverişli inkişaf dövrü 11 və daha yaş 11 yaşdan daha çox olacaq. Sonra hərəkət qabiliyyətlə əlaqəsi. Bir surət gücünə əlaqəlidir. Bir də əlgənlik hərəkət qabiliyyətinə əlaqəli olacaqdır. 2 və 3. Sonra funksional sistemlə əlaqəsi. Dayaq hərəkət aparatı 1. İkinci ürək damar sistemi. Üçüncü isə olacaq tənəffüs aparat sistemi. Üçüncü də tənəffüs aparat sistemi olacaq. Yenə tənəffüs bizim açar sözümüzdə o yalnız dözümlükdə inkişaf elətdirilir. Daha çox onu biz dözümlü hərəkət qabiliyyətində rast gəlirik tənəffüsə. Sonra dözümlü hərəkət qabiliyyətinin qiymətləndirmə normativləri var. Dözümlü hərəkət qabiliyyətinin qiymətləndirmə normativi necədir? Biz əvvəllər o birisi hərəkət qabiliyyətdə dedik ki, diaqnostik və böyük summativ eynidir. Yəni, diaqnostik və böyük summativ eynidir. Bir dözümlü qabiliyyətdir ki, bunda fərqlidir. Yalnız bunda fərqlidir. O da necə fərqlidir? Bunun diaqnostik qiymətləndirməsi, 6 dəqiqəlik qaçışdır. Böyük summativ isə BSG. BSG biz dedik ki, ibtidaidə 4-cü sinifdir, ümumi orta təhsildə 9-cu sinifdir, tam orta təhsildə 11-ci sinifdə götürürük. 4-cü sinifdən götürəcəyik, 4-cü sinifdən götürürük 1000 metr. 9-cu sinifdən götürəcəyik 1500 metr. 11-ci sinifdən isə götürəcəyik 2000 metr məsafəyə qaçışlarımız. Bu oldu BSG, amma diaqnostik qiymətləndirməsi necə idi? 6 dəqiqəlik qaçış. Yalnız biz dözümlü qabiliyyətin çıxdıqdan sonra digər 5 tədris vahidlərimizin hər biri diaqnostik qiymətləndirməsi, böyük summativ qiymətləndirmə eynidir. Yalnız dözümlü qabiliyyətində dəyişir. Dözümlü qabiliyyətinin oldu diaqnostik qiymətləndirməsi 6 dəqiqəlik, böyük summativ qiymətləndirmə 4-cü sinif 1000, 9-cu sinif 1500, 11-ci sinif isə 2000 metr cross qaçışı qaçacaqlar. Burada da hazır vermişəm. Böyük summativ qiymətləndirmə 9-cu sinif 1500, 11-ci sinif 2000 metr. Metodları. Təkrar seriyalı, dəyişkən, fasiləli, rəvan, dairəvi metodlardan inkişaf elətdiriləcəkdir. Dözümlü qabiliyyətinlə bu qədər. Daha çox suallar biz daha geniş dərsimizdə bir daha dözümlü hərəkət qabiliyyətindən suallar verəcəm və dərslər keçəcək. Sağ olun, hələlik.